Baş ağrısı ümumiyyətlə dünyada 1 milyar 800 milyon adamın problemi Vay. Və bu baxımdan da demək olar ki, bəzən bir evdə 4 adam var, 4-ünün baş ağrısı var, miqreni var. Və onun çox təəssüf olsun ki, dediyimiz kimi hələlik iynə dərmanla müalicəsi dünyada yoxdur. Niyə Doktor Seyfəddin klinikasında var? Çünki biz onu təbii yollarla, arı, zəli, məlhəmlər, məcunlarla, bitkilərlə müalicə edirik. Və minlərlə, 10 minlərlə insanları efirə baxanlar yəqin ki, yazacaq sizə də baş ağrısından azad edirik. O, bəzən körpə uşaqlarda da olur. Çünki bu genetik, 50-60% genlə keçir. Valideynlə gətirir, söhbət edirəm, görürəm, miqreni var, deyirəm, neçə yaşı var, deyir belə. Deyirəm, neçə yaşı var, sayır. Deyirəm, uşaqlarında var mı? Deyir, hər biri 5 yaşı var, onun da baş ağrısı var. Deyirəm, miqrendir. Yəni, irsiyyətlə keçir. Ona görə də insanlar diqqət yetirməlidir. Əgər birində evdə baş ağrısı varsa, başqalarında da varsa, fikirləşməlidir ki, bu miqren ola bilər. Qoy Doktor Seyfəddinə zəng eləyim, soruşum.